Hər bir arzu üçün yaz. Bu arzunun həyata keçməsi mənə nə üçün lazımdır? 10 səbəb yazmalısan. Dərin, şəxsi, dürüst cavablar yazmalısan. Cavablar və səbəbləri yazmalısan. Belə istəyirəm yox, belə olmalıdır yox. Bu arzu mənim həyatımı necə dəyişəcək? Məni kimə çevirəcək? Bu mənə nə verəcək? Pul arzusunu tutanlar üçün mütləq yazmaq lazımdır ki, bu pulları nəyə yığdığınızı, bu ay gəlir sayəsində yaşayacağınızı özünüzə sual edin. Bir dostumun pula ehtiyacı var idi ki, restoranda yemək üçün. Restoranda yesin. O bahalı, lüks, keyfiyyətli restoranları sevirdi və istəyirdi ki, menüdəki qiymətlərə baxmadan öz zakazını etsin. Hər şeyi sifariş edə bilsin. Nəticə, o varlandı, pulları özünə çəkdi. İndi rahatlıqla restoranda qidalanır. Səbəblərdən biri belə ola bilər. Mən varlanmaq istəyirəm, pullu olmaq istəyirəm ki, Duboy restoranda yeyə bilim. İstədiyim bir yeməyi zakaz edə bilim. Mən varlı olmaq istəyirəm, ona görə ki, bahalı maşın sürmək istəyirəm. Mən varlı olmaq istəyirəm, ona görə ki, dünyanın bütün ölkələrində olmaq istəyirəm. Bütün istədiyim ölkələrə səyahət edə bilim. Mən varlanmaq istəyirəm, ona görə ki, gördüyüm hər bir şeyi almaq istəyirəm. Gördüyüm və xoşuma gələn hər bir şeyi almaq imkanım olsun. Например, mən vəzifə istəyirəm ki, ona görə ki, başqa kabinetə keçim. Bu da tam egoist səbəbdir. Mən istəyirəm ki, arzunuzu yazanda məhz egoist səbəbləri yazasınız. Başqaları üçün yox, cəmiyyət üçün yox, özünüz üçün. Uşaq istəyirəm ki, evdə prosta şənlik olsun. Qulağım çəkilir, səssizdir, ona görə uşaq istəyirəm. Bu egoist səbəbdir. Bu normaldır. Bu oğlanı istəyirəm ki, hamı mənə həsrət aparsın. Ər istəyirəm ona görə ki, artıq tək və ya təsadüfi yoldaşlarla yox, məhz öz ərimlə səyahət edim. Rahat səyahətimi edim. Bunlar hamısı səbəbdir və bunlar doğru səbəbdir. Bu tapşırığın mahiyyəti. Arzu o zaman sürətlə həyata keçir ki, reallaşır ki, sən deyirsən, mən bunu seçirəm və bunun bütün nəticələrinə görə məsuliyyəti öz üzərimə götürürəm. Məsuliyyəti daşıyıram. Bu nöqtədə daxili sabotaj dayanır. Şübhə donur, yox olur. Bu artıq yetkin seçimdir.